Salam hörmətli izləyicilər. Bu günləri Masazır qəsəbəsində Yeni Bakı yaşayış massivinin belə arxa hissəsində 3 otaqlı həyət evinin çəkilişini sizə təqdim edirəm. Hörmətli müştərilər, evimiz 1.5 kubcalı fərdi yaşayış, yəni qanuni sənədli torpaqda tikilibdir, xüsusi mülkiyyətdir, fərdi yaşayışdır. 1.5 sot torpağın içərisindədir, kürsülü həyət evi. Buradan evimizin əl qapısıdır. Evimizin demək girişdə belə bir həyəti var. Belə bir həyəti var. Və evimizin yan hissəsidir bura. Evimiz kürsülüdür. Növrəsi betondur. Başını kəməri ev standartlara uyğun tikilibdir. Və indi daxil oluruq evimizin içəri hissəsinə. Demək, burada girişdə belə bir girişdir, evimizin girişidir. Girişdə burada hamamdır. Belə. Hamam yeri istif oldu. Yeri istif oldu. Və evimizin girişinə. Burada belə bir böyük qonaq otağımız var. Belə bir qonaq otağımız var. Bu hissəsi də evimizin mətbəxi sayılır. Yəni, bura belə deyək, böyük bir qonaq studiyadır. Ev təmirlidir, istilik kombidir. Yəni, super təmirli belə bir həyət evidir. Və belə bir yataq otağımız var. Burada belə bir yataq otağımızdır. Bu da ikinci yataq otağımızdır. Səliqəli evdir. Səliqəli evdir. Və belə bir üçüncü yataq otağımızı sizə təqdim edirəm. Bu da bizim üçüncü yataq otağıdır. Hörmətli müştərilər, yenə deyirəm, evimiz 1.5 sot torpağın içərisindədir. Torpağın çıxarışı xüsusi mülkiyyətdir, fərdi yaşayışdır. Evin özünün də sənədi var, kubcası. Yəni, ipotekaya yararlı həyət evi. İpotekaya yararlı həyət evidir. Həm evin, həm torpağın sənədləri tam qaydasındadır. Qaz, su, işıq, bütün kommunal xəttləri var, mövcuddur. Ev tam yaşayışlı evdir. Ev tam yaşayışlı evdir. Hörmətli müştərilər, bugünkü günü bu evimizin qiyməti çox münasib qiymətlə deyirik ki, yəni imkanı olan bu evi ala bilsin. Evimizin qiymətini 75.000 manata deyirik, real müştəriyə endirim var. Sənədləri tam qaydasındadır, tam yaşayışlı evdir. Yenə deyirəm, evimizin qiyməti 75.000 manat və real müştəriyə endirimimiz var.